şahmatın iştirakçısı olarak mən bugün çıxış edəcəm şahmatın insan orqanizmində göstərdiyi fizioloji təsirlərdən. İlk öncə fizioloji stres reaksiyasına tabi olur bədən biz şahmat oynadığımız zaman və bu bizim bədənimizdə bilinəndən əlavə olaraq təkcə beyinə yox, eləcə də bizim endokrin sistemimizə, kardiovaskular sistemimizə və əzələ skelet sistemimizə, həmçinin ürək damar sistemimizə təsir göstərir. Amma ən çox təsir nöqtəsi beyin olduğu üçün mən istəyirəm birinci beyinlə başlayaq. 5 əsas beyin hissəmiz var ki, şahmat burada intensiv təsir göstərir. Birincisi prefrontal korteksdir. Prefrontal korteks beynin ən ön hissəsidir və A nahiyəsinin arxasında yerləşir. Bu hissə bizim idraki funksiyalarımızı yerinə getirir və bizim qərar verməyimiz, planlaşdırmamız, ümumiyyətlə şəxsiyyətin formalaşdırması hamısı bu hissədə yerinə yetirilən bir funksiyalardır. İkincisi, anterior sinkulat korteksi beynin sağ və sol hissəsində korpus callosum adlanan boşluğun üst hissəsində qıvrım şəkildə bir beyin hissəsidir və bu beyin hissəsi bizim səhv monitoringimiz olaraq funksiya yerinə getirir. Hansı ki, həm səhvləri tapır və səhvlərdən biz öyrəndik bu hissə sayəsində. Eyni zamanda kognitiv nəzarət də bu hissə sayəsində həyata keçirilir. Və anterior sinkulat korteks bizim avtonom sinir sistemimizə bağlıdır. Hansı ki, biz burada avtomatik şəkildə cavab veririk, avtomatik şəkildə reaksiyalar göstəririk hadisələrə və anterior sinkulat korteks həm də emosiyaları tənzimləyir. Ona görə ki, bu hissə həm amigdala, həm də hipotalamus adlanan emosional funksiyalar cavab olan beyin hissələrinə bağlıdır. Amigdala dediyim kimi emosional bir funksiyalar yerinə yetirən beyin hissəsidir. Burada stres, qorxu, acılıq, toxluq kimi hisslər yaşayırıq. Parietal lob beynin üst arxa hissəsində yerləşən bir beyin hissəsidir. Burada əsas funksiyalarımız yerinə getirilir. Hansı ki, bunlar ağrı, təzyiq, temperatur və yaxud da hərəkətlərin planlaşdırılaraq yerinə yetirilməsi, yeni bildirin qavranılması, hamısı bu hissədə həyata keçirilən bir funksiyalardır. Ən nəhayət olaraq hipokampus. Hipokampus ümumiyyətlə bir insan üçün yaşamının ən vacib hissəsidir. Ona görə ki, hipokampus bizim həm öyrənmə, həm də yaddaşımızı tənzimləyən bir beyin hissəsidir. Dəniz atına bənzər şəkildə bir forması var, beynin medial temporal hissəsində yerləşir. Və nevrodegenerativ xəstəliklər bu hissəyə bağlıdır. Hansı ki, o xəstəliklərin heç bir müalicəsi olunur. Lakin 40 yaşdan sonra müntəzəm şahmatla məşğul olunarsa, həmin xəstəliklərin qarşısı alınır. Mənim slaydım sən görəcəksən. Mən slaydım slaydım. Mən əlavə etmişdim bir araşdırma, hansı ki, həmin araşdırma 2011-ci ildə Almaniyada Tübingen Universitetində aparılmışdır və həmin araşdırmada qeyri-peşəkar və peşəkar şahmatçılar cəlb olunmuşdur. 3 aylıq bir araşdırma davam etmişdir və araşdırmada iştirakçılar əməliyyat aparatına daxil olunmuşdur və onlara yansıma vasitəsilə şahmat məsələləri göstərilmişdir və həmin iştirakçılar onların sağ və sol əlinə verilən aparatlarla dünyasına məsələlərə cavab verirdilər və bu şəkildə onların beyin funksiyaları nə dərəcədə işləyir və ümumiyyətlə peşəkar şahmatçı ilə qeyri-peşəkar şahmatçı arasındakı müqayisə nədir, nə dərəcədədir o aparılmışdır. Bu hissədə şahmatın sinir sistemi və hormonları göstərdiyi təsirlərdən danışmaq istəyirəm. Ümumiyyətlə şahmat oynayan zaman bizim adrenalinimiz, kortizolumuz artır və bizim simpatik sinir sistemimiz aktiv vəziyyətə gəlir və bu da o hala gətirib çıxardır ki, əgər şahmatçı qeyri-peşəkardırsa və təzə yarışlarda iştirak edirsə, hormonların artıqları edə bilir və bu onda qəbizliyə və yaxud da ishala gətirib çıxardır. Lakin müntəzəm şahmatla məşğul olunan zaman artıq şahmatçı özünü idarə edə bilir və bu tip emosional hissləri idarə etdiyi üçün bu tip olur yaşanır. Yeni başlayan şahmatçılarda kortizol və adrenalin yüksək olduğu üçün onların ürək ritmi də artır. 2020-ci ildə Ramiz Arabacı tərəfindən Bursa Uludağ Universitetində bir araşdırma aparılıb və 30 dəqiqəli şahmat zamanı 132 kalori yandırılması və eyni zamanda ürək ritminin 150 ppm-ə qədər artması müşahidə olunur. Və bu da o nəticəyə gəlir ki, şahmat oynayan zaman bizim həm sinir sistemimizdə ürəyimizə də təsir göstərir. Və ürək ritmi
bağırsaqlar təsir nə dərəcədədir? Mən az əvvəl dediyim kimi, şahmat bizim hormonlarımıza təsir göstərir və bu hormonların sayəsində bizim və həmçində stres sayəsində bizim mədəmizdə turşuluq artır, həzm yavaşlayır, mədə spazmı baş verir. Yəni, əgər bir şahmatçının məşqçisi onu bu tip hallara hazırlamayıbsa psixoloji olaraq, bu tip hallar yarışlarda çox baş verir. Bağırsaqların təsiri nələrdir? Foot-brain axis deyə bir sistem var. Bu sistem beyin və bağırsaq arasında əlaqədir, bioloji bir əlaqədir, hansı ki, həm bağırsaqdan beyinə, həm də beyindən bağırsağa təsir göstərir. Və şahmatın bağırsağa təsiri də bu proses sayəsində baş verir. Burada siz foot-brain axis prosesini görə bilərsiniz, hansı ki, mən burada göstərmişəm ki, beyindən necə bağırsağa təsir göstərir və bağırsaqdan beyinə necə təsir göstərilir. Bu təsir vagus nöri vasitəsilə baş verir. Bizim hormonlarımız artdıqca və bizim şahmatdakı vəziyyətimiz gərginləşdikcə, vaxt azlığı ola bilər, vəziyyət çətinliyi ola bilər. Bu hadisələr bizim anterior-singular korteksimizə təsir göstərir, hansı ki, bu da hormonal enerjikliyə gətirib çıxardır və vagus nöri vasitəsilə bizim bağırsağımıza siqnal getirməliyik. Və vagus nörindən əlavə hormonlarımız, mikrobiotamız, immün sistemimiz və metabolitlərimiz də bu prosesdə iştirak edirlər. Şahmat zamanı, dediyim kimi, bu da sıralama yazmışam. Kortizol yüksəlir, kortizolun yüksəlməsi bağırsaq hərəkətlərini yavaşladır. Amigdala aktivləşir və vagus nörinə siqnal ötürülür və bu şəkildə də şahmatın bağırsağa təsir prosesi baş verir. Omurgaya təsiri bu sonuncudur. Omurgaya təsiri bizdə çox sadədir. Hər 10 oyundan 9 zamanı şahmatçılarda oturuş pozğunluğu olduğu üçün onların boyun hissəsindən 20-30 kiloqram yük ağırlığı əlavə olaraq düşür və bu onlarda kifoza gətirib çıxardır, hansı ki, bu problem məndə də var. Amma əgər bir şahmatçı idmanla məşğul olursa, fizik idman, bu proses baş vermir o qədər də. Və yaxud baş verirsə, artıq 20-30 kiloqram qədər yük ağırlığı baş verir. Həmçinin şahmat ədəbiyyatındır və mən əlavə etmək istəyirəm ki, şahmat autizm uşaqlara, Down sindromu uşaqlara, posttraumatik dövrü zamanı beyin siqnalları əgər zəif olarsa, həmçinin epilepsi sonrası xəstələrdə bərpa prosesi zəif gedirsə, şahmat bizim beyindəki siqnal aktivliyimizi qoruduğu üçün və digər orqanlarımıza təsir göstərdiyi üçün eyni zamanda bir şey qeyd etmək istəyirəm ki, stres hər zaman biz deyil, stres ümumiyyətlə bizim yaddaşımızı möhkəmləndirən bir şeydir. Əgər dozasında yaşamaqsa, şahmatda bizə stres çatdığı üçün dolayı yolla bizim həm yaddaşımız möhkəmlənir və həm də ümumiyyətlə digər beyin hissələrdə struktur tövlüyü qorunur və bərpa olunur bu sayədə. Teşekkür ederim. Teşekkürler Tekin Mançun. Gülsen soru olan var? Soğal yoktursa teşekkürler Gülsen.